Arkadaşlar, salam dostlar, kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə birlikdə sizə ən yaxşı 5 oyun göstərəcəm. Maşın oyunudur hamısı. Birinci növbədə dostlar, oyunumuz budur. Balkan diri və Zone. Göstərim. Məsələn, belə maşınlar var burada, fərqli nə qədər. Çoxlu. Sonra burada maşın istədiyimiz kimi düzəldə bilərik. Məsələn, gördüyünüz kimi pansiyon falan. Bunlar pullandı hamısı. Online var dostlar. Level'lar var, parking falan var. Tək də oynaya bilərsiniz. Məsələn, girək hansı buna. Məsələn, maşının içindən də düşə bilərsiniz dostlar. Buradan avareniyaları yandırmaq olur, pavarotlar, belə şeylər. Sonra adı nədir? İç görüşə baxaq bir dənə. İçsən də yəni belə də idarə eləyər. Amma belə çöldən sürmək biraz qəşəng, nətər deyim, zövq verə bilər də. Biz də aparıb geydiririk maşın divara. Orada dostlar, maşın da sürətlidir. Buradan rutsuna, aha, girdik divara. Şurada gördüyünüz kimi belə. Bu arada dostlar, benzin doldurmaq da olur maşına, deyəsən. Bax, gördüyünüz kimi benzin doldurmaq da olur, pullandı. Keçək dostlar, sizə ikinci oyunu göstəreyim. İkinci oyun Zaucasız Parking. Haydə. Baxın dostlar, bu oyun. Dostlar, çox zövqlü bir oyundur. Yəni qrafiklər superdir də. Fərqli maşınlar da var. BMW, Mercedes, Lamborghini, GT-R, 07. Məsələn, girirsiniz buradan 07-ni düzəldə bilərsiniz. Burada bir dənə şirin bir şeyimiz var belə. Bunu siz almırsınız dostlar. Bu oyunun özündədir. Oyunun özündə verilmiş bir şeydir. Bu nətər? Bu nə idi? Nədir? Bu arxa təkərini nətər eləyək? 25-də qoyaq. Buradan da 5 idi də bu dostlar. Suspansiyondur bu. Sıfırdadır hansıda. Suspansiyon nəysə düzəldək. Bəli, suspansiyon budur. Uy, bu neydi? Sonra buradan çıxaq. 07 rəng yaraşır, nə qarası. Aslında qarada belə pis görsən. Amma 07-ci ağdadır. Sonra dostlar, pəncərələr. Aldım nəyə bu? Bu da lazım. Neyse, bunu alalım. Of, bu orada. Beğendim. AK-47 olsun. Bu zor tutur da. Sonra dostlar, bir də buradan bufer çıxartmada olur bu arada. Baxın, gərsiniz. Yox, bu deyil. Bəli, gördünüz, belə bufer çıxardır. Sonra arxa bufer də var, çıxartmaq.
Bu daha zordur. Və pəncərənin rəngində dəyişmək olur. Buradan. İstədiyiniz rəngi eləyə bilirsiniz. Məncə qabaq açıq qalsa yaxşıdır. Nəysə, indi keçək. Yəni çöldən. Oyundakı reklam verməsi olmaz da. Bir dənə buradan. Hala görəvə girdi, nəysə də. Heç nə olmaz, göstərmişsə buradan belə. Qardaşım, bir dənə qrafikin özəlliyinə bax. Bomba kimi. Yəni o çox əla göstərir də. Arxadan bir dənə baxışına bax. Dostlar, içini də göstərim sizə. Oydu, içi lap zor deyə. Əsl 07 sürür sizə, nətər, onu deyim də. Bir dənə çöldə, elə bir oyunda sürürsünüz də. Qalanlar bomba kimi. Trampolinə girdik deyəsən. Neyse dostlar, bu da belə gecək. Bu arada bir şey də göstərim. Buradan belə istədiyiniz kimi qapıları aça bilərsiniz. Rol döndürək də. Neyse dostlar, keçək göstərim sizə ikinci oyunu. İkinci yox, üçüncü açdım. Üçüncü oyunumuz isə dostlar. Bir dəqiqə. Ne olur hala? Hala beyni yandı dostlar. Birdən-birə tabletin beyni yandı. Bəli dostlar, estağfurullah. Üçüncü oyunumuz isə Bakı Online'dır. Təzə güncəlləmə gətirmişlər. Güncəlləmədə Bakı şəhəri gətirmişlər. Bu arada kanalımıza abunə olub like atmağı unutmayın. Dəstək verin. Belə videoların davamı üçün abunə olub like atın. Ne oldu ya, bu da açınca günümüz sürüyəcək. Şükür Allah'a. O izbil. Ekranın gözəlliyinə bax. Arxadan BMW polislər düşüb dalımızda. BMW fotosu deyəsən. 07'də. 07'də bir dənə Peradok versələr əla olar. Lakin necə bunu al etdi. İçində adam var özü deyəsən. Şilən qıtarda. Peki ağlansın. Dən o 7'ye baxın dostlar. Maşınlar var burada. Reklamla izləyərək dostlar ala bilərsiniz. Məsələn sizə burada bir dənə maşın göstərirəm. Baxın. Zabir 012. Arxasında da həyat mənə heç yaşıl işıq yandırmadı. Belə də ki mən heç qırmızı işıqda durmadım axı brat. Bunda da yazılıb brat. Bu oğlan paqon prizivat eləmir. Oy. Soxublar ha sözləri. Neyse dostlar, seçək bunu. Online da var. Barda görürsünüz. Şəhər, Bakı. Sonsuz yolda hələ gələcək. Güncəlləmədədir. Hələ gətirməyiblər, gətiriləcək. Gölgə ayarları vermək olur. Beləyə qoydu. Daha buradan iki təkər eləyək. Gedək. O, əsl Bakı deyək. Hayda, çok qalxdırdım. İçinə tərdi. İçindəki beşəydi. Demək olar. Bura Bakının çıxışı deyəsən. Hə. O əsl binalar deyə o
alov binaları. Hamısını gətirirlər detaylı. O bak. Bu sizin üçün idi. Bura şey değil. Adı neydi? 8 noyabrda keçirmişləri. Bir dənə. Çox qəşəng dostlar. Azərbaycanlılar üçün yəni sıf belə əla oyunda da. Təkərin də kralıdır. Nəysə dostlar, keçək sizə 3-cü oyun göstərim. Amma mən hər dəfə çaşıram. 3-cü nədir? 4-cü. Tövbə. Saycan kimi o deyir. Tövbə estağfurullah. Onun kimi yenə dondu qaldı nəsə. Ana nə oldu? Onun beyni yandı əməlli. 4-cü oyunumuz nə idi? Dostlar, Fur Legends. Gördüyünüz kimi. Dostlar, bunun da detayları çox qəşəngdir. Yəni istədiyimiz kimi datam. Yox, oyna yox. Yəni buradan bizim maşınımız var idi. Maşınlar almaq olur, fərqli maşınlar. BMW var idi. Yəni bunu götürək dostlar. Məsələn, içindən istədiyinizi eləyə bilərsiniz. Göstərgələr. Məncə bu qəşəng tutdu. Aldıq getdi bunu. Sonra məsələn qolduq. Bu nə də? Qırmızı qəşəngdir. Soldan direksiyon. Soldan olsa sağdan. Məncə sağdan da qəşəngdir. Sonra dostlar askı belə nəsə asa bilərsiniz. Ürək qırmızı olurdu adətən. Dostlar biz qara ürək asayıq. Ürəklərimiz acılarla doludur. Zarafat eləmə, şaka jülliyə. Vites qolu əsas bu deyə. Bu qəşəngdir məncə. Elə qoy bunu. Yox, ağ yaxşıdır. Biraz uyğun getmədi şeyin. Katana yoxşadı biraz. Bu nədir? Bu nədir? O şey yadıma düşdü. Metronun içində hayküyü salmış. Oy. O belə görsənmədi biraz. Kəmər. Erkek dediyim pəmbə sevər. Nəysə dostlar. Sonra keçək belə. Kimlənsə kapışa da bilərsiniz. Yalnız sürüşdə eləyə bilərsiniz. Mən sizə yalnız sürüşdə göstərim. Nətərdir? Maşının gözəlliyinə bax. İçdən sürüş. Ana! O oynayan kimi geydirdiydi varayı. Arxasında nəsə olmadı. O şey də var ki dostlar. Sürəndə. Allah nə deyir? Yalnız sürmürəm. Özüm üçün eləyirəm. Sənə daxili var. Pratika girək. Burada heç kim vermir. Bəli. Baxın, belə driftlər eləyə bilərsiniz. Maşın arası qırıldısa dostlar, siz deydi pulu, yəni oyun özü düzəltmir. İçindən sürək. Yəni rolla zatla deyil dostlar, telefonu döndərərək rolunu döndərə bilirsiniz. Aha, gedirdi var. Neyse dostlar, keçək sizə göstərim 5-ci oyunumu. 5-ci oyun isə Traffic Racer Rusian. Yazın çıxacaq Play Marketdə. Hamısı dostlar Play Marketdən yüklənir ha. Bu arada
Google'dan zat yükləməmişəm. Abunə olun, ha, like atın. Başlayan kimi Bugatti Chiron'la. Bugatti Chiron yox, dostlar. Bu arada Bugatti Chiron çox sürətlidir. Maksimumuz 550 km. Əfsanə. Mercedes Class 63'ümüz. Özü bu ferrisiz. Bu ferrisiz yaraşır da maşına. Amma bəzi maşınlara da. Of, bir dənə maşın gözəlliyinə bax. Siqnal zad var. Belə qabaqdan. Əsl dediyin, bax oyun belə olar. Çox qrafikləri, yəni indiyənə kimi belə qrafikli oyun görməmişəm mən. Əla deyə, əlanın əlası. Hava durumunu dəyişdirə bilirsiniz ha. Ayıb öcünə də estağfurullah. Tövbə, tövbə. Bax, çox xoşuma gəldi bu hava. İstəsəz buradan belə görünməz kimi də sürə bilərsiniz. Drift ataraq da gedə bilərsiniz. Amma hələ tam sürə bilmirsinizsə, yəni divara vurursunuzsa, sürüklənməyə, drift etməyə ehtiyac yoxdur. Siz normal maşınınızı sürün. Belə keçəndə puanlar da verir sizə. O cüzüdə sürtdüm maşını, sıraz qəza elədi. Nəysə dostlar, oyunum deyirəm. Göstərdiyim oyunlar bura qədər idi. Ümid edirəm ki, bəyənmisiniz. Kanalıma abunə olub like atmısınız. Ümid edirəm ki. Sağ olun dostlar, salamat qalın. Kanala abunə olub like atmağı unutmayın. Bay bay.